Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri. Vahlul ugdeten min lisani yefkahu kavli. Allahümme allimna ma yenfa'una. Venfa'na bima allamtana ve zidna ilmen. وأصلح لنا شأننا كله ولا تكلنا إلى أنفسنا طرفة عين. Əziz, qiymətli qardaşlar, dəyərli cəmaat, hörmətli ağsaqqallar, aləmlərin Rəbbi olan Allaha sonsuz həmd sənalar olsun. Amin. Onun sonuncu Peyğəmbəri Muhammed sallallahu aleyhi və səlləmə, onun ailəsinə, səhabələrinə, əhl-i beytinə və qiyamət gününədək onlara gözəl şəkildə tabi olanlara Allahın salavatı, salamı, xeyir duası, bərəkəti olsun. Həmd olsun uca Allaha, Allah Teala bizləri 12 ayın sultanı olan mübarək Ramazan ayında süfrələrin ən üstünü, ən fəzilətlisi olan iftar süfrəsində cəm edib bir yerə topladı. Həqiqətən də bu böyük xoşbəxtçilikdir. İnsanın Ramazan ayında yaşaması, aləmlərin Rəbbi olan uca Allaha ibadət etməsi, Allah üçün oruclar tutması, namazlar qılması, zikirlər etməsi, dualar etməsi, Qur'an-ı Kərim oxuması böyük xoşbəxtçilikdir. Allah Teala bu neməti bəndələri arasından ancaq və ancaq sevdiyi, seçdiyi, üstün etdiyi şəxslərə bəxş edir. Uca Allah buyurur: فَمَنْ يُرِدِ اللّٰهُ أَنْ يَهْدِيَهُ يَشْرَحْ صَدْرَهُ لِلْإِسْلَامِ. Allah Teala kimin üçün hidayət istəyirsə, onun doğru yolda, düzgün istiqamətdə olmağını istəyirsə, onun qəlbini İslam üçün açır. İslam üçün, yəni namaz qılmaq üçün, oruç tutmaq üçün, zəkat vermək üçün, Qur'an oxumaq, zikr etmək, dua etmək, salih əməllər üçün açır. Allah Teala buyurur: "Əfəmən şarahallahu sadrahu lil-İslami fehuve ala nurin min rabbih." Allahın köksünü, qəlbini İslam'a açdığı şəxs, yəni ibadətə, Allaha itayət, qulluq etməyə açdığı şəxs Rəbbi tərəfindən bir nur, bir işıq üzərədir. Allah Resulü Muhammed sallallahu aleyhi və səlləm buyurur: Allah Teala dünyanı, onun içərisində olan nemətləri sevdiyinə də bəxş edir, sevmədiyinə də bəxş edir. Dünya, onun içərisində olan nemətlər. Allah Teala asiyə də verir, günahkara da verir, itayət eləyən, ibadət eləyənə də verir. İman gətirib, müsəlman olana da verir, iman gətirməyib, qeyri-müsəlman olana da verir. Çünki dünyanın Allah yanında qədri qiyməti yoxdur. Heç milçəyin qanadı qədər olsa belə. Amma İslamı, amma imanı, amma tohidi, amma sünnəni, amma namaz qılmağı, amma meçidə gedib gəlməyi, amma oruç tutmağı, amma zəkat verməyi, fitrət çıxartmağı, dua etməyi, zikr eləməyi, salih, yaxşı əməlləri Allah Teala ancaq istədiyi, seçdiyi, üstün etdiyi şəxslərə bəxş edir. Ona görə hər birimiz əlhəmdülillah Allah Subhanahu və Teala'ya həmd səna içərisində olmalıyıq ki, Allahım sən bizi İslamla və sünnə ilə hidayət etdin. Elhamdülillahi alə ni'mətil İslami və sünnə. Allahım İslam nemətinə görə və sünnə nemətinə görə sənə həmd olsun. Amin. Qiymətli ağsaqqallar, həqiqətən də mübarək Ramazan ayı artıq ömrümüzdən bitib sona çatır. 27-ci iftardır. Bundan sonra Allahın köməkliyi ilə 2 orucumuz qalıb. Və sonra bu ayla bizlər vidalaşırıq. Həqiqətən də Ramazanda yaşamaq, Ramazanda aləmlərin Rəbbi olan uca Allaha ibadət etmək böyük xoşbəxtçilikdir, böyük səadətdir. Salih sələflər bu aya çatmaq üçün 6 ay qabaqcadan Allaha dua eləyib, Allaha yalvarıb yaxararlarmış. Allahümmə bəlliğnə Ramadanə. Allah'ım bizi Ramazan ayına yetiştir. Her birimizin duasıydı.
bu aya çatmaq, bu aya yetişmək təmənna edirdik. Allahım, bizi Ramazan ayına yetişdir. Allah Teala bizi bu aya yetiştirdi. Alimlərdən İbnül Cevzi rahimehullah deyir ki, əgər qəbir əhlindən soruşsaydın ki, nə istəyirsiniz dünyadan, sizə verilsin, onlar deyərlər ki, Ramazandan bir gün keçirməyi. Çünki Ramazanda bir gün oruç tutmaq 1000 aydan xeyirli fəzilətlidir. Ramazanda bir zikir etmək 1000 aydan xeyirli fəzilətlidir. Ramazanda bir sədəqə vermək 1000 aydan xeyirli fəzilətlidir. Bu ayın hər günü, hər saatı, hər dəqiqəsi, hər saniyəsi qiymətlidir. Bu ay daxil olan gecəsi, hansı ki biz ona niyyət gecəsi deyirik, Allah Teala cənnətin bütün qapılarını açır. Bəndələrin ibadətləri daha tez qəbul olsun, duaları Allah yanında daha tez cavab tapsın, salih əməlləri daha tez Allaha qovuşsun. Cəhənnəmin isə bütün qapıları bağlanır. Ki insanlar günahı, haram işi tərk eləsinlər, yayımsınlar. Şeytanları və azmış cinləri Allah Teala zəncirləyir. Bəndələrin ibadətinə, həyatına mane olmasınlar. Hər gecə bir çağırışçı çağırıb deyir ki, ey xeyir iş görmək istəyən, budur Ramazan sənin üçün fürsət. Ey şər iş görmək istəyən, dayan, özünü saxla, sən Ramazandasın. Allah Teala'nın Ramazanın hər gecəsində cəhənnəm odundan xilas edib bağışladığı bəndələri vardır. Bu hər gecə baş verir. Başqa hədisdə gəlir, hər iftar vaxtı orucu açanda Allah Teala'nın bəndələri var ki, cəhənnəm odundan xilas edir. Uca Allah bizi onlardan etsin. Amin. Həqiqətən də bu cür əzəmətli bir ay. Bu ay gələndə Peyğəmbər sallallahu aleyhi və səlləm səhabələrin müjdələyərmiş. Ətəkum şəhru Ramazan el-mübarək. Sizə mübarək Ramazan ayı gəldi. Bu ayın gəlişi, bu ayda yaşamaq ibadət itayətlə olur. Yoxsa ki Ramazan hamıya gəlir. Bütün insanlığa gəlir. Amma Ramazanı yaşayan şəxslər məhz bu ayda oruç tutan, namaz qılan, ibadət edən şəxslərdir. Ona görə ki Allah Teala Ramazan ayı gələndə deyir: "Fəmən şəhidə minkumu şəhra fəlyasumhu." Sizdən kim Ramazan ayına yetişsə oruç tutsun. Allah Resulü Muhammed sallallahu aleyhi ve sellem deyir: Allah Teala sizə Ramazanı oruç tutmağı fərz etdi. Bu oruç digər oruclar kimi deyil, İslamın əsası 5 dayağından biridir. Bu ayın orucu digər oruclar kimi də deyil. Allah Teala bu ayın orucu səbəbi ilə insanın keçmiş günahlarını bağışlayır. Rasul sallallahu aleyhi ve sellem buyurur: "Men sâme Ramazâne îmânen ve ihtisâben gufira lehu mâ teqaddeme min zenbihi." Kim Ramazan ayında fərz vacib olmasına inanarak, mükafatını da Allah'tan gözləyərək oruç tutarsa, onun keçmiş günahları bağışlanır. Baxmayaraq ki, oruç çox fəzilətli bir ibadətdir. Allah Teala oruç tutanlar üçün cənnətdə bir qapı hazırlayıb, adı Rayyandır. Oradan ancaq oruç tutanlar daxil olacaq. Kim Allah üçün bir gün oruç tutarsa, Allah Teala onunla cəhənnəm odu arasında eni yerdən göyə qədər olan xəndək kanal düzəldir. Hələ bir gün oruca. Kim oruclu ikən ölərsə, cənnətə daxil olar. Oruclunun ağzından gələn qoxu Allah yanında mis qətirindən daha əzizdir. Oruclunun 2 sevimli vaxtı var. Bir iftarını eləyəndə, bir də orucun mükafatı ilə Rəbbinə qovuşanda. Bu ümumən oruca verilən fəzilətdir. Amma Ramazan orucu isə İslamın dayağı olub. İslamın əsası olub. Fərz vacib olub. Ona görə bu ayda həqiqi yaşamaq məhz salih ibadət əməllər edərək yaşamaqdır. Allah Resulü Muhammed sallallahu aleyhi ve sellem buyurur ki: "Men qâme Ramazâne îmânen ve ihtisâben gufira lehu mâ teqaddeme min zenbihi." Kim Ramazan ayında inanarak, mükafatını da Allah'tan gözləyərək qalxıb gecə namaz qılarsa, bu təravih namazıdır, onun keçmiş günahları bağışlanır. Həqiqətən bu ayda yaşamaq ibadət itaat edərək yaşamaqdır. Amma əsas olanı, hansı ki bugün bizim hər birimizə, yəni mən hamıdan balacayam, əlbəttə mən daha çox xatırlamağa, nəsiyyətə ehtiyacım var.
Bu ayın əsas qayəsi haqqında danışmaq ki, bu ay insanın günahlarının əfv olunub bağışlanması üçün var. Ramazan sözünün mənası insanın salih əməllər etməklə günahının yuyulub əfv olunması, bağışlanması deməkdir. Adın mənası budur. Bu ay ona görə var ki, insan əfv olunsun, insan bağışlansın. Ramazanda günahları, xataları bağışlansın. Ki, az əvvəl oxuduğumuz hədislər, istər oruc haqqında, istər təravih namazı haqqında günahların bağışlanması üçün var. Cəhənnəmin qapısının bağlanıb ona görə günahlar əfv olunsun deyə var. Cənnətin qapısı açıqdır ona görə tövbə istiğfar eləyən qəbul olunsun deyə. Rasul sallallahu aleyhi və səlləm günlərin bir günü minbərə qalxarkən 3 dəfə amin, amin, amin deyir. Sahabələr təəccüblənirlər. Heç görməmişlər belə onun ardarda 3 dəfə amin demək. Soruşurlar, ya Rasulallah, sən nəyə 3 dəfə amin dedin? Allah Nəbisi Muhammed sallallahu aleyhi və səlləm deyir ki, Cəbrail mənim yanıma gəldi və mənə belə dedi. Ey Muhammed, valideynlərindən hər ikisi, yaxud da biri həyatda ola hələm də bağışlanıb əfv olunmayan övlad rüsvay olsun. Cəhənnəmdə üz üstə sürülsün. De amin, mən də dedim amin. Ey Muhammed, sənin adın çəkiləndə sənə salavat deməyən şəxs rüsvay olsun. Cəhənnəmdə üz üstə sürülsün. De amin, mən də dedim amin. Ey Muhammed, Ramazan ayına daxil olub bu aydan günahları bağışlanmamış halda çıxan şəxs rüsvay olsun, cəhənnəmdə üz üstə sürülsün. De amin, mən də dedim amin. Mələklərdən olan elçi dua eləyir, insanlardan olan elçi amin deyir. Ən fəzilətli mələk Cəbrail aleyhissalam dua eləyir, ən fəzilətli Peyğəmbər Muhammed sallallahu aleyhi və səlləm amin deyir. Bu dua mütləq qəbuldur. Ola bilməz ki, qəbul olmasın. Bax, Ramazan ayı buna görə var. Ramazan ayının sonundakı ibadətlər fitrə zəkatı. Nə üçün var? İnsanın Ramazan boyu etmiş olduğu günahları yuyulub əfv olunsun. Xatalar eləyib, ola bilsin nəsə, Ramazan vaxtı əsəbləşib kiməsə, faydasız bir söz danışıb, Quran oxuyanda çaşıb və s. Allah Teala fitrə zəkatı ilə onu yuyur, aparır. Kasıbın qarnı doysun, fağır, fuqara, yoxsul sevinsin, insanlar gözəl şəkildə bu ayda hamı bayram eləsin. Qədir gecələri var, Ramazanın axırındadır. Hətta bir rəvayətdə gəlir ki, axırıncı gecədədir. Qədir gecəsi ona görə var ki, insanın günahları bağışlanıb əfv olunsun. Kim Qədir gecəsində imanla və mükafatını Allahdan gözləyərək ibadət edərsə, onun keçmiş günahları bağışlanır. Qədir gecəsində Allah Resulü Muhammed sallallahu aleyhi və səlləmin bizə öyrətdiyi dua məhz əfv olunub bağışlanmağımız üçün var. Allahümmə innəkə afuvun tuhibbul afuvə fa'fu anni. Allahım, həqiqətən də sən əfv edib bağışlayansın. Əfv edib bağışlamağı sevirsən, məni əfv et, məni bağışla. Bəs buna görə var. Bütün bu ibadətlər. Məşhur səhabə Ömər ibn Abdüləziz rahiməhullah öz xilafəti zamanında bütün əyalətlərə məktub yazır. Onlara nəsihət edir ki, Ramazanı istiğfarla bir də fitrə sədəqəsi verməklə tamamlasınlar. Onlara yazır ki, artıq Ramazan ayının sonudur. Bir gün, 2 gün qalıb. Bu Ramazanı bir çoxlu Allahdan bağışlanma istəməklə tamamlayın, bir də fitrə zəkatınızı çıxarmaqla tamamlayın. Bu ayın sonunda bizlərin də üzərinə düşən zikirlərlə, dualarla Ramazan ayını tamamlamaq. Çoxlu istiğfar etmək, əstəğfirullah, əstəğfirullah və ətubu ileyh, Rabbiğfirli dualarını etmək. Həmçinin digər zikirlər. Çoxlu Subhanallah, Elhamdülillah, La ilahe illallah, Allahu Ekber, La havle və la quvvete illa billah, salavat zikri kimi. Çünki biz bilmirik, gələn Ramazana çatacaq ya yox. Ramazan ayında edilən bir zikir, başqa aylarda edilən 1000 zikirdən daha üstün, daha fəzilətlidir. Biz bilmirik ona çatacaq ya yox. Xüsusən də Qədir gecələrində edilən bir dua, bir zikir 1000 aydan xeyirli, fəzilətlidir. Bu aydan məhz bu şəkildə vidalaşmaq. Allah Teala hər bir salih əməlin sonunda bizə istiğfarı buyurur. Baxın, namazın sonunda
salam verib bitirən kimi nə deyirik? 3 dəfə əstəğfirullah, əstəğfirullah, əstəğfirullah. Nə üçün? Axı biz namazdan qalmışıq. Səbəb, yəni namazda nəsə səhlənkarlığımız olubsa o istiğfarla bağışlansın. Həcc ibadəti. Allah Teala buyurur: "Thumma afidu min haythu afadan nasu vestağfirullah." Sonra insanların gəldiyi kimi siz də gəlin Arafatdan, sonra Allah'tan bağışlanma istəyin. Allah Teala günahları bağışlayıb əff edər. Ona görə bu son günlərimizi istiğfara, Allah'tan bağışlanma istəməyə ayırmalıyıq. Ondan sonra əziz qiymətli ağsaqqallar, Ramazan ayı artıq bitir. Amma ibadətlər bitmir. Allah Subhanahu ve Teala'ya ibadət bizim ömrümüzün sonuna qədər, son nəfəsimizə qədər fərz və vacib. وَعْبُدْ رَبَّكَ حَتَّى يَأْتِيَكَ الْيَقِينَ. Ölüm sənə gələnə qədər Rəbbinə ibadət et. Kim Ramazanda Allah'a ibadət edirdisə, artıq 2 gündən sonra Ramazan bitir. Amma kim aləmlərin Rəbbi olan uca Allah'a ibadət edirsə, Allah Teala əbədi yaşayandır, Allah Teala ölməzdir. Uca Allah Ramazanın Rəbbi olduğu kimi Şabanın da Rəbbidir. Zilhiccənin də Rəbbidir, Zilqadənin də Rəbbidir, Muharremin də digər bütün ayların, həftələrin, günlərin Rəbbidir. Ona görə də Ramazandan sonra yenə salih əməllərə davam etmək. Baxın, həmən bayramın səhərisi Şəvval ayının orucu gəlir. Allah Resulü Muhammed sallallahu aleyhi ve sellem buyurur ki, kim Ramazan orucunu tutup tamamlayar, sonra Şəvval ayından 6 gün oruç tutarsa, 1 il oruç tutmuş kimi savab kazanır. 1 il sanki 360 günün hamısını oruç olub. Gündüz oruç olub, akşam iftar edir. Savab mükafat kazanır. Ona göre salih əməlləri Ramazandan sonra devam etdirmək. Ki bu bizim Ramazanımızın qəbul olmağını göstərəcək. Möminlərin əmiri Əli ibn Əbi Talibdən soruşurlar ki, ya əmirəl müminin, mən hardan bilərəm ki, mənim Ramazanım qəbul olub ya yox? Əli ibn Əbi Talib deyir ki, bax Ramazandan sonraki halına. Əgər Ramazandan sonra yenə ibadətlərə davam edirsənsə, xeyirxah, yaxşı əməllərə davam edirsənsə, demək Ramazan səndən qəbul olub. Amma əgər Ramazandan sonra qutaran kimi yenə tənbəllik, zəiflik, günahlara, asilərə qayıtmaq, bu onu göstərir ki, Ramazan səndən qəbul olunmuyor. Bütün ibadətlərdə, hacda, ümrədə o əməllərin qəbul olmağı o ibadətdən sonraki yaşamdadır. Əlbəttə bunları siz dəyərli böyüklər, əziz cahamat, Allah Teala sizlərə bərəkət versin. Daha gözəl, daha yaxşı bilirsiniz. Sadəcə mən özümə xatırladıram. Bir də burada olmayan qardaşlarımıza. Allah Teala sizləri xeyirlərlə mükafatlandırsın. Həqiqətən böyüklərin olmağı, ağsaqqalların olmağı xeyir, bərəkət gətirir. Bizim dinimizin ən vacib xüsusiyyətlərindəndir böyüklərə hörmət qoymaq, ağsaqqalların hörmətini saxlamaq. Həqiqətən də bərəkət onlarda daha çoxdur. Xeyir, fayda onlarda daha çoxdur. Allah Teala bizi, ölkəmizi həmişə ağsaqqallı, böyüklü eləsin. Allah Teala bizi, ölkəmizi həmişə oruclu, namazlı, məscidli, azanlı, ramazanlı eləsin. Allah Teala xalqımıza, cəmaatımıza hidayət versin. Ölkəmizi əmn-amanlıq diyarı etsin. Uca Allah bizim bu Ramazan ayında etdiyimiz ibadətlərimizi bizdən qəbul etsin və bizi neçə-neçə hələm Ramazanlar yaşamağa, ibadət eləməyə müvəffəq etsin. Aləmlərin Rəbbi olan Uca Allaha dua edib deyirəm ki, bizi yedirdiğin kimi ağsaqqal, Allah da sizi yedizdirsin. Bizi içirtdiğin kimi Allah da sizi içirtsin. Resul sallallahu aleyhi ve sellem dua öğrenin. Allahümme at'imna men at'amena ve asqina men asqana. Allah'ım bizi yedirdəni sen de yedirt. Bizi içirdəni sen de içirt. Allah subhanahu ve teala'ya dua edirəm ki, aftara indekumus saimun ve akala ta'amukumul abrar ve sallat aleykumul melaike. Oruç tutanlar sizin evinizdə, sizin süfrənizdə həmişə iftar eləsinlər. Yeməyinizi yaxşı adamlar yesin. Mələklər sizin